never be enough, never be enough for me. Never, 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 never for me, for me. Never enough, never enough, never enough for me, for me, for me. All the shine of 1,000 spotlights, all the stars we steal from the night sky will never be enough, never be enough. Towers of gold are still too little. These hands could hold the world, but it'll never be enough, never be enough for me. Never, 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 never for me, for me. Never enough, never enough, never enough for me, for me, for me. Ay Türklerin biz oldu. Sanata Suat. Ben gedirəm. Sanatın Ben gedirəm. mahnısında belə bir ifadə səslənirdi. Heç vaxt kifayət deyil. Bəlkə də bu ambisiyasıydı onu böyük finala qədər gətirib çıxaran. Siz necə düşünürsünüz əziz ustadlar? Hə Murad? Səsdə olan sürüşmələr, müəyyən məqamlar oldu, problemlər oldu. Bütün bunların final həyəcanına məncə bağışlamaq olar. Yox dostlar? Bəli, Final bəli. deyil, final. Ayrıca sənət səslər diyarında, Azərbaycanda bir səs müsabiqəsində neçə gözəl Azərbaycanlı səslərin üzərindən finala gəlib çatıb. Bunun arxasında yalnız və yalnız sənətin səsi dayanır. Bu münasibətlə mən sənəti alqışlayıram. Uğurlar. Zülfiyə xanım, sanatın final çıxışı ilə bağlı, ilk solo ifası ilə bağlı fikirləriniz. Bundan sonra biz nə desək, nə danışsaq, nə az olacaq, nə çox olacaq. Çünki biz belə deyik, sənətin hər tərəfdən onun ifasına, onun potensialına uğurlar arzulayıram. Ay Röya! Məni soruşmaya mən qorxuram. Çünki düşünürəm ki 4 uşaq qalıb gənc, yaxşı səslər. Sənətdən başlasam bunu deyə bilərəm ki, bura qədər o qədər gözəl ifalar olub ki, indi onun hardasa nə isə biz heç onu görmürük. Vallahi mən 30 ildir öz mahnılarımın sözlərini hələ də əzbərləyə bilmirəm. Ona görə də möhtəşəmsən, səni təbrik eləyirəm. Məncə bugün sizin 4'ünüz yox, bizim 4'ümüzün davasıdır. Ay, 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 ay. Və biz, Zülfiyə xanım düz dedi, bugünə qədər bütün sözləri bugünə qədər Artıq biz söz demişdik. qalmayıb, nə deyək? Bundan sonra artıq inşallah ki bizi ictimai televiziyasından izləyənlər, onları sevənlər və xalq öz sözünü deyəcək. Gözəl, gözəl sözdür. Eldar, bilmirəm sizin sözünüz qalıb, yoxsa yox, amma bir ustad kimi finalçınız haqqında sizin rəyinizi də hamı gözləyir. Bu bir rəy deyil əslində. Mən təşəkkürümü bildirmək istəyirəm Sanata. Sanat, sən çox fərqlisən. Sən başqasan.
sən bu səhnədə nə etsən də, bütün mərhələlər boyunca nə etsən də, Bak kıskanıyorum ha. sən ağılla yanaşırdın, amma ürəklə bizə çatdırırdın, bizim hamımıza çatdırırdın. Çünki sən bunu yaşayırsan, bu balaca cavan yaşda sən bütün bu emosiyaları içində yaşayırsan və bu mahnıda, bu bəlkə də müasir estradanın ən parlaq mahnılarından biridir. İkisi varsa bu onun Paltarın da içində biridir. qəşəngdir, paltarın. Və çətin mahnıdır. Karalevna. Çox çətin mahnıdır. Həm texniki baxımdan, amma daha çox ürək lazımdır. Daxili dünya lazımdır bunun üçün və bu səni bu axşam hamıdan fərqləndirir. Mən səni çox sevirəm. Eldar necə dediniz? Ağılla yanaşıb ürəklə çatdırmaq. Bir qədər sonra o təzədən belə bir yanaşma eləyəcək. Çünki hələ qarşıda daha bir solo ifası və dueti var. Ona görə hələlik kulisə yola salırıq bizim sanatı.